Vaxtınız xeyir, efirdə ASTV İqtisadiyyat studiyada Aysel Abbasovadır. BMT-nin dayanıqlı inkişaf məqsədləri proqramında Azərbaycan üzrə çərçivə sənədinin ümumi maliyyə yükü açıqlanıb və bu məbləğ 85,3 milyon ABŞ dolları dəyərində qiymətləndirilib. 2026-2030-cu illəri əhatə edən proqramı Azərbaycan hökuməti maliyyələşdirəcək. Maliyyələşmə əsasən hansı istiqamətlərdə xərclənəcək? Bu barədə Bakıda keçirilən BMT-nin davamlı inkişaf üzrə əməkdaşlıq çərçivəsinin yüksək səviyyəli birgə rəhbər komitəsinin iclasında məlumat verilib. İqlim təşəbbüslərinin həyata keçirilməsi, iqtisadi diversifikasiyanın təşviqi, ixracın artırılması və innovasiya təşəbbüslərinin genişləndirilməsi, eləcə də 4-cü sənaye inqilabı və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın gücləndirilməsi. Bu layihələr Azərbaycanın qəbul etdiyi və 2026-2030-cu illəri əhatə edəcək yeni çərçivə sənədində əksini tapıb. Yeni çərçivə sənədi üzrə ümumi maliyyə yükü 85,3 milyon ABŞ dollarıdır. Bu vəsaitdən layihənin maliyyələşdirilməsi üçün 51 milyon dollar vəsait mövcud olmaqla 34 milyon dollar vəsait isə qarşıdakı 5 illik dövr ərzində cəlb olunmalıdır. Bu istiqamətdə BMT təsisatları və dövlət qurumlarının birgə fəaliyyəti arzu olunan nəticələri çatmaq baxımından əhəmiyyət kəsb edir. İndiyə qədər isə BMT ilə əməkdaşlıq çərçivəsində əməkdaşlığa dair 5 çərçivə sənədi hazırlanıb. Hazırda 2026-2030-cu illəri əhatə edən yeni 5-ci çərçivə sənədi icra mərhələsinə daxil olur. İlkin mərhələdə Naxçıvanda və azad edilmiş ərazilərdə, Şuşada müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində lokallaşdırma təşəbbüslərinin başlanması üçün işlər görülür. Fəaliyyət planı 2 əsas strateji sahəni əhatə edir və Azərbaycan 2030 milli prioritetləri ilə tam üst-üstə düşür. İlk prioritet sahə inklüziv sosial-iqtisadi artıma, ikinci sahə isə yaşıl artım və iklimə davamlılığa yönəlib. Biz Azərbaycanın daha yaşıl və davamlı inkişaf yoluna keçidini, həmçinin iklim və ətraf mühit risklərinə qarşı sistemlərin gücləndirilməsini dəstəkləyəcəyik. Azərbaycan BMT-nin 17 dayanıqlı inkişaf məqsədləri ilə yanaşı özünün hazırlayaraq təşkilata təqdim etdiyi 18-ci dayanıqlı milli inkişaf məqsədini də icra edir. Bu inkişaf məqsədi Cənab Prezidentin təşəbbüsü əsasında ərsəyə gəlmişdir. Bu inkişaf məqsədinin 5 alt məqsədi və 18 hədəfi mövcuddur. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası tərəfindən bu məqsədin metodologiyası işlənib, hazırlanıb və təsdiq olunubdur. Bu məqsədin əsas alt məqsədləri sırasında mina təhlükəsizliyinin aradan qaldırılması, mina təmizlənməsinə hökumət tərəfindən sərf olunan vəsaitlər, minadan əziyyət çəkən insanların sayı, mina təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq tərəfdaşlıq kimi məsələlər öz əksini tapıbdır. Ümumilikdə yeni əməkdaşlıq üzrə çərçivə sənədi ölkənin milli prioritetlərinə uyğun olaraq strateji tərəfdaşlığı əks etdirir və Azərbaycanın orta yuxarı gəlirli ölkə statusu dəyişən ehtiyacları nəzərə alınaraq hazırlanıb. Əli Rızayev, Könül Məmmədova, ASTV İqtisadiyyat. Bu il Azərbaycanda ümumdaxili məhsul 2, gələn il isə 1,8% artacaq. Bu proqnozla Asiya İnkişaf Bankı çıxış edib. Bankın 2026-2027-ci illər üçün qiymətləndirməsinə görə ölkədə aqrar sektor bu il 1,4, gələn il isə 1% artım nümayiş etdirəcək. Sənaye istehsalı isə müvafiq olaraq 0,2 və 0,1% səviyyəsində artacaq. Asiya İnkişaf Bankı ilə yanaşı digər beynəlxalq reyting agentliklərinin də Azərbaycanla bağlı iqtisadi artım proqnozlarına nəzər yetirək. Bu il Azərbaycanda iqtisadi artım S&P Global'ın proqnozuna görə 2%, Fitch Ratings'in gözləntisinə əsasən 2,5%, Moody's'ə görə 2,5% səviyyəsində olacaq. Beynəlxalq Valyuta Fondu isə bu il üçün 2,1% səviyyəsində iqtisadi artım gözləyir. Niderlandın ən böyük bank qrupu olan ING Group Azərbaycanda iqtisadi artımın 2026-cı ildə 2,5%, 2027-ci ildə isə 3% təşkil edəcəyini qənaətindədir. Avropa Yenidən Qurma və İnkişaf Bankı da bu il 2%, 2027-ci ildə isə 2,5% səviyyəsində iqtisadi artım
proqnozlaşdırır. Dünya Bankının proqnozlarına görə ÜDM-in artım templəri müvafiq olaraq bu və gələn il üçün 2 və 1,8% təşkil edəcək. BMT-nin hesablamalarına əsasən ölkədə iqtisadi artımın 2026-cı ildə 2,7% səviyyəsində olacağı gözlənilir. Fitch Solutions-ın analitikləri isə Azərbaycanın real ümumdaxili məhsul artımının 2026-cı ildə 2,5% təşkil edəcəyini deyirlər. Bu ilin birinci rübündə ipoteka və kredit zəmanət fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib. Fonddan verilən məlumata görə aprelin 1-i tarixinə ənənəvi zəmanət mexanizmi çərçivəsində təqdim edilən zəmanət hesabına müvəkkil banklar tərəfindən sahibkarlara ümumilikdə 707,3 milyon manat məbləğində kredit ayrılıb. Mexanizm çərçivəsində indiyə qədər zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay hesablanmış faizlərin bir hissəsinə subsidiyanın verilməsi hesabına sahibkarların ödəyəcəyi kreditlər üzrə faktiki illik faiz dərəcəsi 6,8%, bir sahibkara ayrılan kreditin məbləği isə 30 milyon manatdan 5 milyon manata dək təşkil edib. Kreditlər sənaye məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı və qida sənayesi, tikinti sektoru, turizm və infrastrukturun inkişaf etdirilməsi ilə bağlı sahələrə, maşın və avadanlıq istehsalına, eləcə də ticarət və xidmət sektoruna yönəldilib. Fondun zəmanət və faiz subsidiyası hesabına sahibkarlara ayrılan kreditlər vasitəsilə maliyyələşən layihələr üzrə 6000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub. Gender bərabərliyinin təmin olunması məqsədi ilə işə götürənlər barədə əmək haqqı təmin etmək öhdəliyi konkretləşdirilir. Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan əmək məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihə əsasən işə götürən cinsindən asılı olmayaraq, müxtəlif işi yerinə yetirən işçilərə bərabər əmək haqqı ödəməyə borcludur. İşi eyni həcmdə olması, əmək şəraiti, əmək funksiyasının xarakteri və hazırki vahid tarif ixtisas sorğu kitabçasındakı xüsusiyyətlər nəzərə alınmaqla işə götürən tərəfindən müəyyən edilməlidir. Dəyişikliyə əsasən əmək haqqının yalnız eyni yaxud oxşar işlərə görə deyil, bərabər işlərə görə də ödənilməsi nəzərdə tutulur. Qanun layihəsi səsverməyə çıxarılacaq və birinci oxunuşda artıq qəbul edilib. Avropa Yenidən Qurma və İnkişaf Bankı bu il Yaxın Şərqdə münaqişədən təsirlənən iqtisadiyyatlara dəstək məqsədi ilə 5 milyard avro investisiya yaratmağı planlaşdırır. Bankın açıqlamasına görə yeni proqram birbaşa və dolayı təsirlərə məruz qalan ölkələri əhatə edir. Bu ölkələr sırasında Azərbaycan da yer alır. Avropa Yenidən Qurma və İnkişaf Bankının diqqəti əsasən İraq, İordaniya, Livan, Qərb sahili və Qəzzaya yönəlsə də təsirin yayıldığı qonşu ölkələr, o cümlədən Azərbaycan, Misir, Türkiyə və Ermənistan da proqramın əhatə dairəsinə daxildir. Qeyd edilir ki, münaqişənin təsirləri ticarət marşrutlarının pozulması, enerji və əmtəə bazarlarında şoklar, investor inamının zəifləməsi və əhali üçün əlavə xərclərin yaranması ilə müşahidə olunur. Təsirin miqyası isə vəziyyətin yaxın aylarda necə inkişaf edəcəyindən asılı olacaq. Asiya İnkişaf Bankı Yaxın Şərqdəki münaqişə və onun dünyada neftin qiymətlərinə mümkün təsiri fonunda vəziyyətin necə inkişaf edə biləcəyi ilə bağlı 3 ssenari təqdim edib. Birinci ssenaridə qısa müddətli təchizat fasilələri 1 rüb davam etsə, Brent markalı neftin qiyməti 2-ci rübdə təxminən 105 dollara çata bilər. Digər ssenariyə əsasən fasilələrin 2 rübə qədər davam edəcəyi təqdirdə neftin dəyəri bir barel üçün 130 dollara qədər yüksələcək. Sonra isə ardından tədricən azalma baş verəcək. Üçüncü ən mənfi ssenaridə isə il ərzində ciddi fasilələrin olacağı ehtimal edilir. Bu halda qiymətlər ilin 2-ci rübündə barel üçün 155 dollara çata və 2027-ci ilə qədər yüksək səviyyədə qala bilər. Neftin qiymətlərindən söz düşmüşkən istərdik ki, bazarlarda olan qiymətlərə nəzər salaq. Diqqət monitora. Gördüyümüz kimi bəzi markalarda enmə müşahidə olunur. Brent markası bugün 95
dollar 88 sentə, WTI 97 dollar 93 sentə ticarət olunub. Azerlight isə bir qədər bahalaşaraq 125 dollar olub. Əmtə bazarlarındakı digər aktivlər, yəni təbii qaz, qızıl, gümüş də ucuzlaşmaqda davam edir. Dünya fond bazarlarının əsas indeks göstəricilərinə də nəzər salaq. Gördüyümüz kimi indekslərin hər birində artım müşahidə olunur. Qeyd etdiyimiz kimi S&P məsəl üçün 0,62 faizlə, DAX 0,90, Dow Jones 0,58, FTSE 0,38, Nasdaq 0,83, Nikkei isə 1,90 faizlə artım nümayiş etdirir. Rejissorumuzdan səhm bazarlarına da nəzər salmağı xahiş edək. Gördüyümüz kimi Apple, Tesla, Amazon və Nvidia'nın səhmləri bahalaşsa da Microsoft 0,34 faizlə geriləmə nümayiş etdirərək 370,7 bənddə qərarlaşıb. 73 tam. İstərdik valyuta cütlüklərinə də nəzər salaq. Dollar, avro və Britaniya fondu qarşısında bahalaşma bir qədər geriləmə nümayiş etdirsə də TL qarşısında bahalaşıb, eyni zamanda rubl və Çin yuanı qarşısında da ucuzlaşma var. Manatın məzənnəsində də manat, dollar və TL qarşısında sabit qalsa da avro, rubl və Çin yuanı qarşısında bir qədər ucuzlaşıb. İndi isə kriptovalyuta bazarlarına nəzər salırıq. Bitcoin, Ethereum'da artım müşahidə olunsa da Binance Coin 0,23 faizlə geriləyib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məşğulluğa dəstək layihəsi çərçivəsində benefisiarlarla məlumatlandırma görüşü keçirib. Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan layihənin əsas məqsədi qabaqcıl beynəlxalq təcrübə əsasında özün məşğulluq proqramını genişləndirməkdir. Layihə həmçinin işsiz şəxslərin özün məşğulluq fəaliyyəti ilə kiçik biznes imkanlarına sahib olmalarına dəstək göstərir. Görüşdə qeyd olunub ki, 2020-2025-ci illəri əhatə edən layihə çərçivəsində ümumilikdə 26 mindən çox şəxs özünə məşğulluq fəaliyyətinə cəlb edilərək avadanlıqlarla təmin olunub. Az təminatlı ailələrin əmək bazarına inteqrasiyasını təmin etmək, onların məşğulluğunu təmin etməkdən ibarətdir və eyni zamanda layihə çərçivəsində də biz hazırda bir sıra pilot layihələr həyata keçiririk. Həvəsləndirmə mükafatları müsabiqəsi layihəsi, layihənin mahiyyəti ondan ibarətdir ki, vaxtilə məşğulluq dəstək layihəsi çərçivəsində özə məşğulluq proqramına cəlb edilmiş, aktivlərlə təmin edilmiş vətəndaşlarımızın əlavə dəstək olaraq onlara dövlət tərəfindən onların ehtiyaclarına uyğun olaraq əlavə avadanlıqlar verilir ki, onlar öz bizneslərini daha da inkişaf etdirsinlər, kiçik sahibkarlara çevrilsinlər. Daimi avadanlıqları mən işlədirəm, öz işimi qurmuşam, işimdə uğurlar da qazanmışam. Artıq bizim öz brendimiz də var. Öz brendimiz adı altında müştərilərimizə xidmət göstəririk, yüksək səviyyəli, vaxtında çatdırırıq, vaxtında quraşdırırıq, plastik qapı pəncərələr. Hələ deyərdim ki, öz işimizdə də müəyyən yenilik eləmişik, otaq qapılarına bənzər plastik qapılar istehsalı ilə məşğuluq. Bir il müddətində məni avadanlıqlarla təmin etdilər. Bu müddətdə mən işimi genişləndirdim, çox gözəl bir salona sahib oldum. Eyni zamanda yenidən həvəsləndirmə proqramına da qoşuldum. Birgə maliyyələşməyə də qoşulmuşam. 5 tələbəm oldu. Tələbələri yetişdirdikdən sonra birini işlə təmin etmişəm.